Salam dəyərli izləyicilər, xoş gördük. Bərdə rayonunun Oğurbəyli kəndində bir gözəl ev satışa çıxıb. Həyətində gördüyünüz kimi 16 başlıq tövləsi var. 850 bax pres tutur. 10 sot torpağın içindədir. İşığı, qazı varıdır. Tam məlumat almaq üçün videomuzu sona qədər izləyin. Ev təcili satılır. Belə deyək, sudan ucuz. İzləmədə qalın. Tam ətraflı videonu sona qədər izləyin. Tam ətraflı çəkilişimiz olacaq. Gözəl izləyicilər, bir şey vurğuluyum. Orta məktəbə yaxındır. Şirvanlı Qlavni yola yaxındır. Hər iki tərəfdən yolu var. Gözəl izləyicilər, evin çöl quruluşu budur. Həyəti budur. Ferma, keçiş yeri var. Yəni yaşayış yoxdur, sahibi burada deyil. Orada bir əldamı var. Yəni ev tam remontda deyil. Bax belə bütün evlər hamısı şpaklovkadan çıxıb. Bura gördüyünüz kimi hamamdır, ayaq yoludur. Bura girirsən, kuxnasıdır. Bura bir otaqdır. Barının da yerini görürsünüz. Bax, burada bir otaqdır. Yox, kuxna buradır. Yeri qoyulub. Kuxna buradır. Bura bir dənə otaqdır. Bura bir dənə qonaq otağıdır, böyük otaqdır. Bura isə yenə bir böyük otaqdır. Yəni koridorudur, görürsünüz də. Hamısı işıq sistemi çəkilibdir. Bax, buradan girəndə birinci hamam ayaq yolu. Bir dənə böyük otaq buradadır. Keçirsən, bir dənə balaca otaq buradadır. Bura kuxnadır, böyük kuxnadır, görürsünüz. Kuxna mebelinin yeri də qoyulur. Bura isə yenə bir böyük otaqdır. İndi isə keçək, həyəti çəkəcəm. Həyətdə su arma üçün gözəl artizanı var. Gözəl izləyicilərimiz bu bağıdır. Bax, bu tövlədir, gördüyünüz kimi. 16 başlıqdır, 2 sıralıqdır, bir sırası hazırdır, görürsünüz. Üstüdə 850 dənə pres tutur. Böyük artizanı var bunun, haradadır o? Bu bir dənə belə qapısında 89'luq nasos vurulub yerə, iştək vəziyyətdədir. Yəni evdə yaşayış yoxdur. 10 sot torpağın içindədir. Orada bir dənə də hələ əldamı var. Bax, o evin o başından bu başına kimi gördüyünüz kimi orada bir dənə belə əldamı var. Məhəllədə demək olar ki, çox saylı qoz var, heyva var, alça var, əncil var, nar var, fındıq var. Yəni bağda meyvələrdən var. Kim almaq istəsə təcili satılır. Bax, bağı budur, 10 sot torpağın içindədir. Qapısında gördüyünüz kimi, bax, buradan keçirsən, qapı tamamilə ayrıdır tövlədən. Qəşəng bulağı da var, yəni tikilib, işlək vəziyyətdədir. Bütün evin yəni kanalizasiya sistemidir, işığıdır, qazıdır, suyudur. Hər bir şey işlək vəziyyətdədir. Bir dənə bura sıvanmalıdır, bir dənə bura sıvanmalıdır. Qalan hamısı çəkilişimizdə gördünüz. Tamamilə ağardılıb. Kim almaq istəsə, darvazada əlaqə nömrəsi var. Bizim nömrəmiz də direktdə yazılıb. Zəng eləyərsiniz. Allah alana da, satana da çox-çox xeyir versin. Bərdə rayonunun Oğurbəyli kəndində. Həmi Qlavni
Ağdam yoluna yaxın, həm məktəbi, orta məktəbə yaxın.